Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizin nəzərinizə mən çatdıracağım leksika bölməsindən geridə qalan hissələri 11 illik birinci hissədən. Sözün həqiqi və məcazi mənası, tək mənalı və çox mənalı sözlər, terminlər və arxaizmlər. Gəldik, birinci testdə bizdən nə istəyir? Birinci testdə deyir ki, köhnəlmiş sözləri müəyyən edin. Biz bilirik ki, köhnəlmiş sözlər iki yerə bölünür. Arxaizmlər və tarixizmlər. Arxaizmlər hansıdır ki, arxaizmlər istifadədən çıxarılmış, vaxtı ilə istifadə olunmuş və hal-hazırda istifadədən çıxarılmış sözlərdir və yeni dilçiliyimizə qaytarılmış, məsələn, necə formada, mən onu əvvəllər keçmişdə əsən, sayrı, aytmaq kimi deyirdimsə, indi onlar, məsələn, əsən olur sağ, yeni bir məna ilə gəlib daxil olub dilçiliyimizə, sayrı o dövrdə xəstəlik, indi isə sayrı deyilirdisə, indi isə xəstəlik kimi gəlib dilçiliyimizə qayıdıb. Tarixizmlər hansıdır ki, tarixizmlər tarixdə qalan sözlərdir. Hansı ki, biz onu hal-hazırki zamanəmizdə, dilçiliyimizdə işlətmirik. Biz onu ancaq bədii əsərlərdə, romanlarda, povestlərdə, novellalarda, neysə, bir sözlə bədii əsərdə səsləndirilən sözlər, ifadə olunan sözlər, bunlar tarixizm deyilir. Məsələn, nümunə kimi yasavul, yüzbaşı və yaxud mülkədar kimi ifadələr var ki, yəni tarixdə qalan, əsərlərdə qalan sözlərdən bəhs olunur. Gəldik elə birinci testimizin özünə baxaq. Deyək, köhnəlmiş sözləri müəyyənləşdirin. Köhnəlmiş sözlər elə baxacağım, çünki elə A variantıdır ki, burada. Məsələn, sayrı qədimdə çoxdan deyilirsə, məsələn, sayrının mənası xəstə idi, indiki dövrümüzdə xəstə kimi gəlib dilçiliyimizə daxil olub. Əsən sağ mənasındadır, yəni sağ salamat. Aytmaq isə demək, söyləmək mənasına gəlib çıxır. İkincidə nə deyir? Deyir, köhnəlmiş sözləri müəyyən edin. Yenə birincinin təkrarı, köhnəlmiş sözlərdən söhbət gedirsə, deyilmə, burada olacaq yasavul, yüzbaşı və nəsnə. Yəni yasavul, polis nəfəri deyilir. Yüzbaşı kənd icması tərəfindən seçilən inzibati vəzifəli şəxs deməkdir. Nəsnə də bir şey bildirməkdir. Oldu burada A variantı. 3-ə baxırıq. Nə deyir? Köhnəlmiş sözləri yenə müəyyənləşdirin. Köhnəlmiş sözlərdən söhbət gedirsə, qovun, köhnəlmiş dil, sonra daraq, hal-hazırda istifadə etdiyimiz sözlərdə, ələk də həmçinin, xəstə də həmçinin olacaq buradan Y variantı. Xış, yer şumlamaq üçün alətdir. Hansısa bir heyvana, öküzəmi, vələmi qoşulur. Öküzə və yaxud da iribuynuzlu heyvana qoşulur, yeri şumlamaq üçün, yumşatmaq üçün istifadə olunan əkinçilik alətidir. Sonra yasavul bayaqlarım qeyd etdik ki, polis nəfəridir. Aytmaq da demək, söyləmək mənasına gəlib çıxır. Yenə köhnəlmiş sözləri müəyyən edin dedikdə, rəndə hal-hazırda istifadə edirik. Gözəldə həmçinin, divanda həmçinin. Burada olacaq təhnə, tanıq və təhnə xəmir yoğurmaq üçün xüsusi bir qabdır. Taxtadan və yaxud dəmirdən olur. Sonra tanıq da nədir burada? Tanıq məsələn şahiddir. Bir kəsin şahidi. Vəl isə ağacdan, taxtadan hazırlanmış ibtidai xırman alətidir. Oldu D variantı. Sonra məndən 5-də istəyir ki, çox mənalı sözləri müəyyənləşdirin. Çox mənalı sözlər odur ki, birdən çox mənası olsun, leksik mənası və tərkibində ən azı bir ədəd məcazi mənalı ifadə olsun. Çox da ola bilər. Bir ədəd də ola bilər ki, yetər ki, mən bilim ki, bu çox mənalı sözdür. Papaq sözü tək mənalı sözdür. Baxmıram. Sonra keçdik buradan. Top sözü də həmçinin. Sonra digər tərəfdən top həm də amonimdir. Sonra baxın buradan C-yə baxıram. Qar həmçinin tək mənalıdır. Olacaq D variantı. Niyə? Bir deyirəm insanın ayağı, heyvanın ayağı, kəndin ayağı artıq dedikdə, stulun ayağı dedikdə çox mənalıya çevirir. Çünki ayaq canlıya məxsus bədən üzvüdür. Ətək, məsələn, deyirsən qadın geyindiyi əyninə ətək
O həqiqi mənadadır. Bir də dağın ətəyi dedikdə məcazi mənaya çevrilmiş olur. Digərləri də ağız, insanın ağzı, quşun ağzı, heyvanın ağzı, artıq qazanın ağzı, qapının ağzı məcazi mənaya çevrildiyinə görə burada çox mənalıqdan danışılmış olur. 6-da nə deyir? 6-da deyir ki, hansı cümlədə sonuncu söz məcazi mənada işlənmişdir? Gözətçi yatmamışdı. Bu insana məxsusdur, yatma əlaməti. Bu həqiqi mənadadır. O hər gün anasını qarşılamağa gedərdi. Bu da həqiqi mənadadır. Çünki getmək, qarşılamaq insana məxsusdur. Bu gözəl mənzərəyə baxanda hamı sevinirdi. Bu da insana halına məxsus olan hadisədir, həqiqi mənadadır. Dostlar şirin söhbət edirdilər. 6-da artıq dostlar şirin söhbət edirdilər. Sonra burada təbiət adamın üzünə gülürdü. Məndən burada var. Şirin söhbət məcazi mənalı ifadədir. Ancaq mənə nə istəyir şərtində? Deyir ki, sonuncu sözdən söhbət getsin, sonuncu. Burada isə üçüncü sözdür deyən. Yəni, üçüncü söz deyən də, yəni ikinci söz deyən. Ona görə də mən onu altıncının şərtini ödəmədiyinə görə götürmürəm, amma məcazi mənadır. Burada təbiət adamın üzünə gülür. Baxıram ki, sonda verir təbiətin gülməyini. Elə doğru variant olacaq, Y variantı. Çünki təbiətin gülmək insana məxsusdur və bu da köçürülüb təbiətin üzərinə. Ədəbiyyatda buna deyirlər ki, təşbih. Təşbih nə idi? Metafor. Ədəbiyyatı da buradan yadımıza salmış oluruq. Deməli, təbiət gülə bilmədiyinə görə Y variantı doğru variantdır. Hər üçü çox mənalı sözdür. Çox mənalı sözdən söhbət gedirsə, lövhə, kəsmək, saymaq. Elə doğru variant A variantıdır. Niyə? Məsələn, deyirəm ki, yazı lövhəsi, bu həqiqi mənadadır. Bir də deyirəm ki, həyat lövhəsi. Artıq bu məcazi mənaya çevrildi. Kəsmək, biri var deyirəm ki, çörək kəsmək, heyvanı kəsmək. Bu artıq həqiqi mənadadır. Bir də deyirəm ki, mən onunla söz kəsdim, kəlmə kəsdim. Bu artıq məcazi mənaya çevrilmiş olur. Bir də deyirəm saymaq, toyuğu saymaq və yaxud almanı, meyvəni saymaq. Bir də deyirəm ki, adam saymaq, onu məclisinə çağırmaq. Adam saymaq, yəni hörmət etmək mənasındadır. Burada da məcazi mənanı kəsb etdiyinə görə oldu 7-də A variantı. 8-də məndən arxaizmi soruşursa, baxıram arxaizm. Sayru, Loğman, otaq. Burada otaq pozdur. Sonra keçdik buradan B variantı. Uz, elə bu variant olacaq. Uz, ağıl, kamal, zəka deməkdir. Y isə yaxşı deməkdir. Altun isə qızıl deməkdir. Elə doğru variant arxaizm olacaq B variantı. Yenə 8-in təkrarı 9-da məndən nə istəyir? Deyir ki, arxaizmləri göstər. Arxaizmlər göstərdiksə doqqaz, darğı, darğa, taqım arxaizmdən söhbət gedirsə, yəni vaxtilə işlənib, hal-hazırda dilimizə qayıdan sözlərdən söhbət gedirsə, divan. Bu artıq, bu darğa tarixizm sözdür. Divan hal-hazırda işlətdiyimiz sözdür. Sonra digər tərəfdən baxacaq görək. Elə burada olacaq C variantı. Çıxa, bilirsiniz nədir? Çıxa, beli büzməli uzun ikili geyim növüdür. Çıxa, arxaizm. Yasavul, bayaq qeyd etdik ki, polis nəfəri deməkdir. Mülkədar da, yəni mülkədar da torpaq üzərində xüsusi mülkiyyəti olan zadəgan sayılır. 9-da C variantı. Biri dilçilik terminidir. Burada olacaq dilçilik termini elə etimologiya. Etimologiya bilirsiniz nə deməkdir? Etimologiya sözün qohumluq əlaqələrini və yaxud mənşəyindən bəhs edən elmə deyirlər. Burada neolit tarixə məxsus termindir, vəzn də ədəbiyyata məxsus olan termindir və s. Yenə onun təkrarı 11, biri dilçilik terminidir dedikdə, bu götürüləcək buradan 11-də hürfüzm ədəbiyyata məxsusdur, realizm ədəbiyyata məxsusdur, humanizm də həmçinin olacaq burada dialektizm. Dialektizm ədəbi dildə elə bir ki, dialektizmin mənası ədəbi dildə keçmiş məhəlli söz və ya ifadə mənasını ifadə edir. Dialektizm. Sonra keçdik buradan.
Biri dilçilik terminidir. Yenə 10, 11, 12-nin təkrarı. Baxaq görək, mifologiya, xeyr. Mutasiya, xeyr. Miqrasiya, seismologiya, coğrafiya məxsusdur. Miqrasiya da həmçinin olacaq buradan morfologiya. Morfologiya terminin mənası isə dildə söz formalarının dəyişmə sistemini öyrənən və yaxud qrammatik sözlərin formasını öyrənən elm deməkdir. Morfologiya. Sonra məsələn morfologiyada biz nə öyrənirik? İsim, sifət, say, fe'l, nitq hissələrində bir sözlə əsas və köməkçi nitq hissələrini. Sonra hansı söz çoxmənalı söz kimi işlənmir? Çoxmənalı söz kimi işlənməyəni soruşursa məndən, isti həm çoxmənalı söz kimi. Məsələn deyirəm ki, isti hava, isti su, isti münasibət artıq çevrildi, oldu çoxmənalı. Qara, məsələn deyirəm qara torpaq, qara saç, qara gün deyəndə artıq mən onu çoxmənalıya çevirdim və yaxud digər tərəfdən baxıram, boz rəng və yaxud deyirəm havanın bozarmağı, insanın bozarmağı artıq çoxmənalıya çevirdim. Məsələn soyuq deyirəm hava, soyuq su, soyuq baxış, soyuq münasibət deyəndə çoxmənalıya çevrildi. Buradan olacaq şabalıdır. Niyə? Şabalıdır tək mənalı sözdür. Vurtub bir dənə rəng mənasını bildirir. Şabalıdır rəng. 14-də hansı söz çoxmənalı söz kimi işlənə bilmir? Çoxmənalı söz kimi işlənə bilmirsə, bir baxaq görək. Hıçqırmaq. Elə bu A variantı olacaq. Niyə? Hıçqırmağı mən H tərəfə də fırlatsam, elə bir mənası olacaq. Tək mənalıqdan söhbət getmiş olacaq. Məsələn, bişirmək, deyirəm yemək bişirmək, bir də deyirəm insanı bişirmək, yoldan çıxarmaq. Yəni, bu oldu çox mənalı və yaxud deyirəm ki, kitabı çevirmək və yaxud deyirəm ki, insanları bir-birinə qarşı çevirmək artıq oldu. Bu məcazi mənaya kəsb elədi, çox mənalı və yaxud deyirəm ki, yumaq mənasında, məsələn, deyirəm ki, qabları yumaq, paltarı yumaq həqiqi mənadadır. Bir də deyirəm ki, onun günahlarını yumaq, təmizləmək mənasında çox mənalıya çevirdim. Bir də atmaq, məsələn, deyirəm ki, top atmaq, birinə güllə atmaq, birinə söz atmaq artıq oldu, çevrildi çox mənalı sözə. 15-də nə deyir? 15-də deyir ki, aşağıdakı terminlərdən hansı qarşısındakı sözlə əvəz etmək olmaz? Obraz, personaj, bəli, bir-birinə əvəz etmək olar. Yaxın mənalı kimi qarşılıq vermək olar. Sonra digər tərəfdən baxaq. Deyir ki, dialoq, mükalimə, bu da bir-birini yaxın mənalısı kimi əvəz etmək olar. Dekorasiya, remarka bir-birindən fərqli şeylərdir. Dekorasiya haransa bir bəzəyi, düzəyi deməkdir. Remarka isə bədii əsərlərin əvvəlində verilən adlıq cümlə kimi parça deməkdir. Yəni, xəbərsiz bir cümlə. 15-də C oldu. 16-da nə istəyir? 16-da yenə məndən istəyir ki, deyir ki, arxaizm sözləri göstər. Yanacaq, bu arxaizm deyil, hal-hazırda işlətdiyimiz şeydir. Girvənkə uç, uçmaq, elə oldu buradan B variantı. Us yenə ağıl, kəmal deməkdir. 16-da oldu B variantı. Sonra 17-də nə deyir? Deyir, üz sözü hansı cümlədə məcazi mənasında işlənmişdir? Üz sözü. Deyir ki, kişi danışdıqca üzü qızarırdı. Bu həqiqətə məxsus bir şeydir. Yəni, insan danışanda təbii halıdır. Üzü qızara bilər. Sonra uşağın üzü, gözü toz içində idi. Bu da təbii haldır. Sonra üzündən bilinirdi ki, bərk sevinir. Bu da insanın təbii halıdır. Sonra elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur. Artıq burada üzü olmamaq mənasında, yəni məcazi mənada işlədilmiş olur. Dənizçinin üzü gündə qaralmışdı, yəni istinin şiddətindən, günəşin istinin şiddətindən. Deməli, 17-də D variantı. 18-də nə deyir? Deyir ki, nümunədə altından xətt çəkilmişdən söhbət gedirsə, burada, bir də burada. Çəkilmiş sözlər leksik baxımından nədir?
Leksik baxımından nə olduğuna bir baxaq görək. Baxaq görək nədir? Deyir, səhərin də gözü var. Əlbəttə, səhərin gözü yoxdur. Bu 100% çox mənalı olacaq. Digərlərinə baxaq görək. Səhərin də gözü var. Günəşlə bir açılır. Bulağın da gözü var. Tutulsa o quruyar. Artıq bulağın gözü, səhərin gözü olmadığına görə, göz insana məxsus bədən üzvü olduğuna görə burada məcazi mənanı kəsb edir, olur çox mənalı söz. 19-da nə istəyir məndən? Deyir ki, nümunədə altından xətt çəkilmiş sözlərin kökü sematik baxımından nədir? Aha, deməli, baxaq görək şeirdə. Şeiri bir oxuyaq görək. Deyir ki, əyilməkdir ağlamağın tərs üzü. Dərdi dartıb üzməyəni dərd üzür. Nümunədə altından xətt çəkilmiş sözlərin kökü sematik baxımından nədir? Məndən kökünü soruşursa, deməli bunun kökü üz sözünün kökü, hər ikisinin kökü həm ümumiyyətlə üz sözü yerinə görə həm amonimdir, həm də çox mənalı sözdür. Bizdən də elə tam da C variantını istəmiş o olur. 20-də nə deyir? Deyir ki, 19-un bərabərində olan şeir parçasıdır və baxaq görək. Adət budur, yar xəbərin yar alar. Mənim yarım, zəif canım yaralar. Yerbəyerdən sızıldaşar yaralar, rəhm elə cüməyə ayağa düşdüm. Molla Cümənin qoşmasıdır. Nümunədə altından xətt çəkilmiş sözlərin kökü sematik baxımından nədir? Eynilə yenə sözlərin kökündən söhbət gedirsə, yar, yar, yaralar, yaralar. Bunlar həm yenə bayaqki kimi, həm amonimdir, həm də çox mənalı sözdür. Elə doğru variant olacaq Y variantı. Sonra digər tərəfdən 21-ə baxaq. Səhv fikri göstərin deyirsə bizə, deyir ki, bəzi sözlər həm həqiqi, həm də məcazi mənaya malikdir. Bəli, bu doğrudur. Sözlərin həm həqiqi, həm də məcazi mənası var. Sözün ifadə etdiyi ilkin mənası onun məcazi yox, həqiqi mənası sayılır. Səhv olan variant B variantıdır. 22-də nə istəyir məndən? 22-də deyir ki, cümləni tamamlaya bilən ifadəni müəyyənləşdir. Müəyyən et daha doğrusu, bir baxaq görək. Deyir ki, çox mənalı sözlər amonimlərdən fərqli olaraq əsas özəlliyi odur ki, eyni nitq hissəsinə mənsub olur. Eyni nitq hissəsinə. Baxın, əlavə bir qeyd də verim sizə. Çox mənalı antonim və sinonimin oxşar cəhət odur ki, hər üçü eyni nitq hissədən isim, sifət və feildən düzəlir. Bu üç nitq hissəsindən düzəlir. Amma amonimin bu bölmələrdən fərqi odur ki, müxtəlif nitq hissəsindən ola bilər. Məsələn, elə düz sözünü biz götürsək, 5 nitq hissəsini əhatə edir. Məsələn, ismi, sifəti, sayı, feili, zərfi, ədat əhatə eləmiş olur. 5 nitq hissəsini əhatə etmiş olur. İsim, sifət, feil, zərf və ədat. Amma amonimlər həm müxtəlif nitq hissələrə aid ola bilər, eyni nitq hissəsinə də aid ola bilər. Məsələn, mən verə bilərəm qol sözünü. Qol sözü insanın bədən üzvüdür və yaxud hesabda, futbolda açılan hesab mənasında yenə isim, bir də imza mənasında. Hər mənasının, ifadənin mənası isim oldu. Sonra 23-də məndən nə istəyir? 23-də yenə istəyir ki, çox mənalı söz deyil. Burada elə olacaq A variantı. Qayın sözü tək mənalı sözdür. Digərlərinə baxaq. Burun, bir var insanın burnu, heyvanın burnu, bu həqiqi mənadadır. Artıq deyirsən ki, ayaqqabın burnu oldu çox mənalı söz. Ətək, insanın ətəyi, bir də yəni əyninə geyinilən paltar. Bir də deyirsən dağın ətəyi ortaq oldu, çox mənalı. Çəkmək, deyirsən ki, şəkil çəkmək, bir də deyirsən ki, onun dərdini çəkmək, bu artıq oldu çox mənalı söz, kökdə həmçinin. Yenə 24-də 23-ün təkrarıdır. 24-də nə istəyir məndən? Deyir ki, biri çox mənalı deyil. Elə A variantı. A variantında şam amonimdir. Məsələn, tutmaq deyir ki, topu tutmaq,
söz tutmaq artıq çox mənalıya çevirdi. Baş, insanın başı, artıq kəndin başı çevrildi oldu çox mənalıya. Qaş, üzüyün qaşı, insanın qaşı həqiqi mənada, üzüyün qaşı çox mənalıya çevirdi. Ayaq, insanın ayağı, heyvanın ayağı həqiqi mənada, artıq deyirsən ki, kəndin ayağı, stolun ayağı çox mənalıya çevrilmiş oldu. Cümlələrdən 25-dən nə deyir? Cümlələrdən birində həm köhnəlmiş, həm də ümumiləşək söz kimi təhlil edilə bilən söz var. Baxırıq, deyir ki, müəllim uşaqları dərnəyə göndərdi. Bunların hamısı ümumiləşək sözdür. Xəstəlik görməyəsən, əsən yaşayasan. Burada bir dənə əsən var ki, yəni sağ yaşayasan. Bunu mən hara çevirsəm köhnəlmiş sözdür. C-yə baxırıq. Yazıya baxanda adam fərəh hissi keçirir. Burada bir deyirsən ki, yazıya baxanda, yəni yazı, qələmlə yazılan yazı, bir də yazıya deyəndə yazı, çöl mənasında, yəni çölə baxanda adam fərəh hissi keçirir, bir də yəni yazıya, yəni xətt o qədər gözəldir ki, baxanda adam fərəh hissi keçirir, məftun olur. C variantı, 25-də C. 26-da nə deyir? Deyir ki, açıq tipli suallarımızdandır. Deyir ki, göz sözü hansı sözlərlə birləşdikdə məcazi mənanı ifadə edir, yəni çox mənalıya çevirir. Göz sözü həm də çox mənalı sözdür. Balığın gözü bu canlıya məxsus olduğuna görə həqiqi mənadadır. Dolabın gözü, bəli, bu artıq oldu çox mənalı, yəni məcazi mənada. Bulağın gözü də həmçinin çevrildi çox mənalı sözə, yəni məcazi mənaya. Bir də səhərin gözü artıq yenə bu da çox mənalıya çevrildi, yəni məcazi mənaya oldu 2, 3 və 4. 5 ilə 1 isə oldu həqiqi məna. Sonra digər tərəfdən 27. Yalnız termin kimi işlənə bilən sözlər. Biz termin bilirik ki, ixtisas və peşə sözləridir. İxtisas və peşə sözləri olmaq, çünki terminlər iki yerə bölünür. Bir sırf termin, bir də var həm termin, həm ümumiləşək sözlər. Bizdən isə termin kimi işlənən sözlərdən söhbət gedirsə, mən baxıram sintaksis. Bunu mən hara çevirsəm, sintaksis Azərbaycan dilinə aid termindir. Ümumiləşək söz deyil. Sonra keçdim, surət, həm ədəbiyyata dair termindir. Bir də var, işlənir, insan surəti mənasında götürülmüş olur. Yəni, ümumiləşəkdir də hər kəs tərəfindən başa düşülə bilər. Orfoqrafiya yenə Azərbaycan dilinə aid termindir. Keçdik 27-də 4-də. Bucaq riyaziyyatda termindir, riyaziyyatda. Həm də, məsələn, bucaq hər kəs tərəfindən başa düşüldüyünə görə ümumiləşəkdir. Xəbər də həmçinin. Xəbər Azərbaycan dilində termindir, amma məsələn, mən xəbər aldım, yaxşı xəbər aldım, bu hər kəs tərəfindən başa düşülür deyən ümumiləşəkdir. Həm ümumiləşəkdir, həm termindir. Burada bu sinixdoxa. Sinixdoxa isə ədəbiyyata dair termindir, yalnız termin kimi götürülür. Orul 1, 3, 6, nədir? Doğru variant termin. Yenə 28-də nə deyir? 28-də deyir ki, yalnız termin kimi işlənə bilən söz, yəni bayaq qeyd etdiyim kimi terminlər iki yerə bölünür. Yalnız termin kimi, bir də ümumiləşək kimi, ümumiləşək söz kimi, bir də termin kimi. İndi məndən soruşur ki, 28-də yalnız terminləri göstər mənə. Kök riyaziyyatda termindir. Azərbaycan dilində də termindir, həm də ümumiləşəkdir, kök adam. Sonra keçdik dildə, həmçinin həm ümumiləşəkdir, bizdən yalnız terminləri soruşur. Bu folklor 3. Sonra digər tərəfdən baxaq görək. Sonra surət həm ümumiləşəkdir, həm termindir. Xəbər də həmçinin həm ümumiləşəkdir, həm termindir. Burada olacaq fiksaj, bir də orfoepiya. Bunlar yalnız termindir. 29-da yenə yalnız terminləri soruşursa məndən 29-da baxırıq. Sifət həm termindir Azərbaycan dilində, həm də insanın siması, üzü. Bu hər iki mənada düşülür. Burada olacaq bir akvarel. Sonra tuyuq ədəbiyyatda termindir. Sonra digər tərəfdən bir də antonim
Azərbaycan dilində termindir. Ada, boğaz, enerji bunlar nədir? Həm ümumiləşdiricdir, həm də termindir. Sonra yalnız termin kimi işlənənləri yenə bucaq həm ümumiləşdiricdir, həm termindir. Leksika Azərbaycan dilinə aid termin, bölmə həm ümumiləşdiricdir, həm termindir, riyaziyyata aid termin, həm də ümumiləşdirici sözdür. Frazeologiya, bunu mən termin kimi yalnız götürürəm. Bir də relyef, digərlə ahəng və zərf həm ümumiləşdiricdir, həm də termindir. 31-də nə istəyir məndən? Nümunədə hansı misralardakı işarələnmiş sözlər həqiqi mənadadır? Həqiqi mənanı soruşursa, mən istəyirəm. İstəmək insana məxsus olduğuna görə bəli, biri götürürəm. Buludlar ağlasın. Buludlar ağlasın artıq burada məcazi mənanı kəsb edir. Bulud ağlaya bilməz. Metafordan söhbət gedir burada. Uşaqlar ağlamasın. Bu həqiqi mənadadır. Yəni, məndən də sırf onu soruşur. Yanğınlar sönsün, bir də ümidlər sönməsin. Ümid sönə bilməz. Burada da oldu 4. 32-də nə deyir? Ağır sözü verilənlərdən hansı ilə söz birləşməsi yaradarkən həm həqiqi, həm məcazi mənada düşünmək olar. Məsələn, deyirəm ki, ağır yük, məsələn, ağır qardırılacaq dərəcədə olmayan yük bu həqiqi mənada. Məsələn, bir də deyirsən ki, onun çox ağır həyat yükü var. Bu artıq oldu məcazi mənanı, həm həqiqi mənanı kəsb elədi. Bir də ağır çantanı mən hara çevirsəm, olur həqiqi mənada. Bir də deyirəm ki, ağır adam. Biri var, yəni kök mənasıdır, kökəlmiş ağır adam. Bir də deyirsən ki, yəni ağır adam, sözü keçən, hörmətli, izzətli adam. Oldu 1, 3. Mən daşı hara çevirsəm, həqiqi mənada olacaq. Ağır daş, ağır zəmbil də həqiqi mənada olmuş olacaq. Deməli belə, sözün həqiqi və məcazi mənasının izahını verdik. Tək mənalı və çox mənalı sözlərin izahını verdik. Bir də termin və arxaizm sözlərin izahını vermiş olduq. Digər bölmələr haqqında çəkib ard-arda YouTube kanalımızda yerləşdirəcəyik. Siz də bəyənməyi, rəy bildirməyi bildirə bilərsiniz. Belə. Allahın amanında olun, sağ olun, salamat qalın.